Konflikt yarandıqda üst rəhbərliyin yanaşması necə olmalıdır? Konflikt məsələsi belədir ki, hər kəs arasında konflikt çıxa bilər. Bu işçi arasında da ola bilər, işçi rəhbər arasında da ola bilər, rəhbər arasında da ola bilər, rəhbər üst rəhbərliyi arasında da ola bilər. Çünki ortada insan faktoru var. İnsanın danışdığı hər yerdə konfliktin yaranması qaçılmazdır. Rəhbərin rolu belə olmalıdır ki, bu mənim şəxsi yanaşmamdır ki, rəhbərlik bütün hallarda düzəltmə yönümlü olmalıdır. Məsələni yoluna qoymağa çalışmalıdır. Sadəcə burada bir məsələ var ki, bizneslər, şöbələr, departamentlər, insanlar, toplumlar psixologiya ilə və insanlarla idarə olunur. Daha doğrusu insanların xarakterləri ilə idarə olunur. Xarakterlər isə fərqlidir. Və biz nəyi müşahidə edirik? Bəzən qəsdli şəkildə rəhbərlər belə bir yanaşma eləyirlər ki, qoy işçilər öz aralarında konflikt yaşasınlar, mən buradan nə pay ala bilərəm və yaxud deyək ki, mən burada onların zəif tərəflərinin ortaya çıxmasında hansı nüansları görə bilərəm. Yəni kasıtlı olaraq da bilərəkdən buna göz yumulur və yaxud deyək ki, bilərəkdən şərait yaradılır ki, hətta belə bir məsələ deyim sizə, bu ən üst rəhbərlik səviyyəsində belə baş verə bilər. Bəzən bu yanlışa CEO-lar da düşə bilər, bəzən bu yanlışa şirkət sahibləri də düşə bilər, yəni sahibkarlar da düşə bilər. Onlar deyirlər ki, qoy departament rəhbərləri və ya şöbə rəhbərləri bir-birlərinə konflikt yaşasınlar və hətta bunu ifadə edən şəxslər belə mən görmüşəm təcrübəmdə, iş karyeramda ki, qoy onlar bir-birlərinin zəif tərəflərini ortaya çıxarsınlar və mənə gəlib bu barədə məlumat versinlər. Bu təbii ki, yanlış yanaşmadır. Bu nəyə səbəb olur? Birincisi, deyək ki, departamentlərdirsə, departamentlər arası problemlərə səbəb olur. Unutmayaq ki, bir departament rəhbərinə digər departament rəhbəri üz-üzə gəlirsə, bu iki böyük komandanın üzə gəlməyi deməkdir. Bu əlavə psixoloji gərginlik deməkdir. Bu deplər arasında, şöbələr arasında əlavə konfliktlərin yaranmasına səbəbdir. Çünki əgər bu rəhbərlikdə baş verirsə, işçilərə də sirayət edir. İşçilər də aralarında konflikt yaşaya bilirlər və dolayısıyla da komanda demotivasiya olur. Stressə dözümlü olmalı deyirik, amma bilərəkdən belə qurma stres yaradıb, öz komandalarımızın məhsuldarlığını azaltmış oluruq. Təbii ki, yol verilməzdir deyə düşünürəm. Bu deyək ki, dep rəhbərlərindən düşürük, aşağı deyək ki, vəzifədə olan yoldaşlarımıza gələndə də yenə eyni şeyi yaşamış oluruq. Bir şöbə düşünün ki, içərisində konflikt var, iki deyək ki, yoldaş mübahisə eləyir, müzakirə eləyir, işlə bağlı və ya şəxsən fərq eləmir. Və şöbə müdürü buna reaksiyasız qalır. Təbii ki, bu digər komanda yoldaşlarına təsir eləyəcək, qütbləşməyə səbəb olacaq, ayrılacaqlar deyək ki, 3 nəfər 1, 5 nəfər 1. Və təbii ki, bu komandanın içərisində onların hər birinin işi bir-birindən keçdiyinə görə bir-birlərinin işinə əngəl törədəcəklər, qərəzli olaraq, yəni qərəzli yanaşma olacaq və dolayısıyla da iş pozulacaq. Bütün hallarda rəhbərlərin konflikt məsələlərində iştirakı çox aktual olmalıdır və müsbət yöndən olmalıdır. Yəni düzəltməyə çalışmalıdır da.